istəyirlər. Bugün heykəlimizi rəngləyəcəyik. Baxın, cürbəcür rənglər də var. Və balada bir fırçamız da var. Gəlin rəngləməyə başlayaq. Ən birinci ulduzlardan başlayaq. Ulduzları sarı rəngdə edirik. Baxın. İndi başka bir ulduz takaq. Burada balaca bir ulduz var. Sonra deyəsən ulduzumuz bu qədərdir. İndi keçək ayımıza. Burada bir dənə ay var. Amma başqa rənglərlə də boya bilərik başqaları. Baxın. Bu konfetin yarısını da belə eləyək. Ondan rəngləyək. Baxın. Biraz da eləyək. Amma çox şit olmasın. Sonrası çox şit olar. İndi keçək başqa bir rəngə. Qırmızı rənglə yanaqlarını edək. Çünki burada vozu yoxdur. Bu konfetdə rəngləyək, o rəngdə. Qırmızı rənglə rəngləyək. İndi bunu qurudaq, sarıskaya batırıb. İndi keçək ürəyə. Ürək hələ qalıb qırmızı etməmişik. Baxın. Buradan deyəsən asılmalıdır bu, çünki burada deşik var. Arkasını da belə rəngləyək. İndi isə o dairəvi ağ qalan yerləri edək. Onları da bu rəngdə edək, sarı rəngdə. Sarı rəngimizi də etdik. İndi keçək bura. Buranı bilirik ki, həmişə qara olur. Amma görsə elə ağ qalır. İndi gözlərini qara rəng edək. Baxın. İndi burada biraz pis görsənir, amma birazdan hazır olanda qəşəng görsənəcək. Burasını silək. Neyse, ağ rəngdə rəngləri nəyəsə qarışdırıb. Bir dənə gözləyin. Deyəsən əldə edə bilərəm bu vozu rəngi. Düzəltdim. Vozu rəngi biraz oxşayır. Və mor rəngi necə düzəldiyini bilmirəm. Onun üçün bu rəngdə edirəm. Yine biraz qoyaq. Çünki bu açıq olsun.
Qarışdıraq. Deyəsən oldu. İndi denəyək. İndi daha da açıq oldu. Biraz da bırak. İndi bu boynuzlarını bu dairəvi yerinə qara edəcək. Birinci bunu tamamlayaq. Biraz qırmızı qoyaq, çünki qutardı burada sarımsağın üstündə edirəm deyə. İndi yenə qarışdıraq. İndi keçək boynuzlarının dairəvi yerinə. Biraz pis görsən, amma birazdan çox qəşəng olacaq. Biraz. Deyirsən, biraz da vazo etməliyik. Deyirsən, oldu deyəsən. Çox da biləmir. Nəysə, indi başqa bir yerə keçək. Bu yazıları biz qırmızı rəngdə edək. Burada olmayanlarını edəməyək. İndi bu hını diqqətlicə, bütün hərfə diqqətcə də eləyək. Çünki hər an bir yerə bulaşa bilər, amma bunda biraz diqqətsiz olmuşuq. P hərfini yenə P var və Y-ni. Burada da eynilər yazılır, bunları da edək. Yenə keçək o birinə. Bu ayın arxasındadır deyə diqqətli olmalıyıq. Burada ürəyin arxasında da, ulduzda da. İndi bunu eləyək. Bu deyəsən musiqidən gələn şeylərdən. İndi onu da birlikdə həmişə qara olurdu onun rəngi. İndi buraları ətrafına edək. İndi yenə bizə vazo lazım olacaq. Bu kirləndi deyə başqa salfetka ilə edək. Birinci bunu qurulayaq. Qırmızı götürək. Salfetka ağ olduğu üçün salfetka eləyirəm. Çünki burada da ağ yoxdur. Biraz çox qarışdırırsa, yəqin ki, vazonu əldə edə bilərik. Deyəsən oldu. Denəyək. Yox. Hələ də eyni rəngdir. Demək, biraz qarışdıraq. Yavaş-yavaş düzəlir kimi görsənir mənə. Əldə edə bildik. İndi bizə qara rəng lazımdır.
Bu çox diqqətli olmalıyıq bu hissələrində. Baxın, bu xəttlərdə. Bax, çox qarışıq oldu. Biraz da götürək. Elə görünür ki, bir dənə də bir şey qalıb. Gəlin, onlar vozu yavaşmadı. Onun üçün bu ayın rəngindədir, mavi. Amma hərflərə dəyməyək də. Bu qıraqlarına deyirəm. Baxın, bunun adı deyəsən happy yazılıb İngilizcə. Qurudaraq şimdi. Baxın, deyəsən gözəlləşir yavaş-yavaş. Üzü elə ağ qalmalıydı. Belə. Belə. Baxın. Bir dənə bu ətrafı qaldı. Onlar da sarı rəng eləsə deyəsən yavaşar. Sarı ilə mavi qarışanda yaşıl idi. Burada da mavi dəydi, yaşıl oldu. Yaşıl da yavaşar yəni. Yaşılla mavi deyirəm. Mavi ilə sarının qarışsanda yaşıl alınıb. Sarısqanın üstündə də alındı. Və hazırdır. Posta ağ yerlər qaldı. Onlar da videomu çəkib qurtarandan sonra eləyəcəm. Və hazırdır. Bir dənə qalıb ki, bunu asaq. Onu da videomu qutaranda asacağım. Və o bir videomda bunu sizə asılı göstərəcəm. Baxın. İndi sağ olun əziz izləyicilərim. Videomuz biraz uzun oldu. Sağ olun. Videoma abunə olub bəyənə basmağı unutmayın. Sağ olun.